Bizi izleyen valideynlərə, izləyicilərə nə demək istəyirsiniz? Bax bu yarışda mən ilk dəfədir müəyyən bir hadisələrin şahidi oldum ki, valideynlər birbaşa yarışlara, məşqlərə, sonra qaydalara müdaxilə edirlər və özləri də bilmədən öz evladlarının maneçilik törədirlər. Valideynlər yalnız öz idmançılarını, öz evladlarını alqışlamalıdır, dəstək olmalıdır. Qalan işlər müəllimlərin işləridir və müəllimlər idmançıları hazırlayıb döyüşə çıxarmalıdırlar. Valideynlərə də səbir, idmançıların arxasında dayansınlar, onları idmandan geri çəkilməyə qoymasınlar və dəstək olsunlar. Yalnız bunu deyə bilərəm. Yarış müddətində məşqçilər emosiyalarını idarə edə bilmirlər. Bunları necə qiymətləndirirsiniz? Eləməlidirlər. Məcburdular. Çox sağ olun müəllim, Sağ olun. təşəkkür edirik. Siz sağ olun. Növbəti yarışlarda görüşənə dək inşallah.